Hər vaxtınız xeyir olsun. Kanalıma xoş gəlmisiniz. Allah tutduğunuz orucları da qəbul etsin. Deməli, uzun müddətdir kanalda video paylaşa bilmirəm, yəni öz şəxsi işlərimlə bağlı olaraq. Bu gün isə artıq bir neçə sifarişimiz var AliExpress-dən. Onlar haqqında danışmaq istəyirəm. Deməli, əsas burada diqqət Xiaomi 14 telefonumuzda olacaq. Çünki əsas sifarişləri onun üçün vermişəm, amma birinci olaraq necə deyirlər, mənim bilirsiniz ki, Mi Note 10 Lite telefonum var və bu telefonun arxa hissəsi çox bərbad şəkildə çatdı. Onun üçün arxa şüşə zakaz vermişəm. Birinci olaraq onu göstərəcəm və hər birinin qiymətini deyəcəm. Deməli, gördüyünüz kimi AliExpress-dən gəlib. Bu şüşəni mən zakaz vermişəm 5 manat 60 qəpiyə. Yolpay ilə birlikdə mənə 7 manata başa gəlib. Bunun arxasında olan da orijinal deyil. Sadəcə olaraq bunu da bilirəm orijinal deyil. Əsas orijinallarda bu hissədə CE sertifikatı və telefonun modeli, e-maili yazılmır çoxdandır, amma modeli falan yazılır. Və burada gördüyünüz kimi, əgər göstərə bilsəm, Xiaomi yazısı şüşənin çatının alt hissəsindədir. Yəni bu altdakı o rəngin üzərindədir. Sifariş verdiyim isə gördüyünüz kimi lavanta rəngi deyilir. Burada yəqin ki hiss olunur ki, Xiaomi sözü üstdədir. Çox aydın şəkildə görünür burada Xiaomi sözü. Və rəng fərqliliyi yəqin ki, telefon burada da kameraya da əks elətdirir özün. 5 manat 60 qəpiyə alınıb, yəni bunun böyük bir necə deyərlər, qiyməti yoxdur. Ona görə də ola bilər ki, bu. Amma mənə daha gözəl bu görünür. Yəni bundansa bu daha gözəl görünür mənə, rəng olaraq. Bunun da dəyişdirmə videosunu çəkəcəm. Özüm şəxsən evdə dəyişdirəcəm yəni. Bunu qaytaraq yerinə qoyaq. Özün də alt hissəsində gördüyünüz kimi kleyləri var. Sonra deməli bir digər sifarişimiz Xiaomi 14 telefonumuz üçün kablo sifariş verdim. Bunu mən açıb yoxladım gələn kimi, çünki çox həvəsində olduğum bir kablo idi. Həm MagSafe dəstəyi var. 5 manat 70 qəpiyə də, yaxşı 5 manat 70 qəpiyə də bunu aldım. Biraz məyus oldum deyə bilərəm. MagSafe işləyir, yaxşıdır, rahatdır. Kamera qoruyucusu rahatdır, amma telefonun üzünə oturuşundan xoşum gəlmədi. Niyə? Onu da izah edeyim. Və araya bunu şəklini yerləşdirəcəm. Çünki hal-hazırda çəkdiyim telefon Xiaomi 14 telefonumuzdur. Ona görə onunla yerləşdirə bilmirəm. Üzünə taxıb göstərə bilmirəm. Deməli, iç hissəsi belədir, kamera qoruyucu hissəsi belədir. Hiss eləsəniz, çox sərtdir plastiki və bu hissələrdə görünür ki, açıqdır materialı. MagSafe dəstəyi də buradadır. Telefonun üzünə belə deyim. Burada əl ilişir bu MagSafe-ə. Birinci məyusluğum bu deyildi. Bu sonraki məyusluğumda. İkinci məyusluğum telefonun üzünə çox rahat keçir və kamera hissəsindən basdıqda telefon çölə çıxır. Yəni çox rahat bir şəkildə çölə çıxır. Bir ədəd də kablo almışam. Onu da bundan sonra yerləşdirəcəm videoya. Onu daha çox gözləyirəm. Hal-hazırda o gəlməyib. 2 günə də o gələcək. Onu da yerləşdirəcəm. Bu videonun ardına əlavə edəcəm. Kabronun telefonun üzünə necə oturduğunu haqqında video çəkmək istədim. Dedim araya əlavə edəcəm. Deməli gördüyünüz kimi həmin o MagSafe dəstəkli kabromuz. Bilmək istəyirsinizsə, yəni baxın.
Bu formada oturur. Gördüyünüz kimi kənarları açıq qalır. Yəni bu baxımdan heç bir şəkildə bəyənmədim kabronu. Çünki kabro istənilən anda baxın, telefonun üzündən çıxa bilir. Çox da bərk basmaq istəmirəm, stolun üstünə düşməsin. Belə göstərim sizə. Yəni bu razılaşa bilməyəcəyimiz bir şeydir. Telefonun üzünə demək olar ki, rahat şəkildə oturmur. Rahat şəkildə oturmur, boş qalır. Bax görün, kənarları açıq qalır. Hissiyat olaraq çox qəşəngdir, amma kənarları açıq qalır gördüyünüz kimi. Təbii ki, bir digər kabromuz da bu idi. Gələrkən açdım. Qutusundan çıxartdım. Necə deyərlər? Poçta yoxlamaqdan ötürü. Mən bunu daha çox sevəcəyimi düşünmüşdüm telefonun üzündə. Wine red rəngində gəlib bu. Yəni şərab qırmızısı deyərək gəlib. Şərab içməyi tövsiyə eləmirəm. Yanıltmaq kimi olmasın. Sadəcə rəng olaraq xoşum gəldiyi üçün bunu sifariş verdim. Amma yəni o qədər də sevmədim, nə yalan deyim. Birinci növbədə bunun səsi gəlir. İkinci növbədə də kamera bölməsi həddən artıq böyük görünür. Rəng olaraq çox gözəldir, yəni rəng olaraq çox qəşəng görünür. Sadəcə olaraq belə yaxından da baxsaq, sadəcə kamera çox böyük olduğu üçün telefonun özünün kamerasının kənarındakı çərçivə də bunun içində görünür və bu istər-istəməz xoş olmayan bir görüntü səbəb olur. Bir digər gördüyünüz kimi darnikimiz. Bu da telefonun üzünə qoruyucu şüşədir. 4 dənəsini 4 manat 56 qəpiyə almışam. Çox incədir. Telefonun üzünə də, yəni kənar xəttləri çox incədir. Telefonun da üzünə çox gözəl yaraşır. Mən ilk dəfə bildiyiniz qədər, yəni kanalı izləyənlər bilir, mən telefonun üzünə yandan görünməyən qara şüşə almışdım. Həmin qara şüşə necə deyərlər, yandan həqiqətən də görünmürdü. Amma problem ondaydı ki, gün altında da görə bilmirdin və istər-istəməz telefonun ekranı çox qaranlıq görsənirdi. Günün altında telefonun ekranı çox qaranlıq görünürdü. Ümumiyyətlə barmaq izi tanımırdı. İndi isə bunu alıb üzünə yapışdırdım. Yapışdırandan sonra barmaq izi filan hamısı çox rahat şəkildə işləyir. Üz tanıması çox rahat işləyir. Yəni qara şüşələr təhlükəsizlik baxımından çox yaxşıdır. Amma işlətmək baxımından, işlevsellik baxımından desək, heç də bəyənmədim yəni qara şüşəni. Bir digər videomuzda bunu Mi Note 10 Lite'ın arxa hissəsinə yerləşdirmə, yapışdırma hissəsi olacaq videomuzun. Kanalda hansı videolar istəyirsiniz, zəhmət olmasa rəy bölməsində bildirin. Mən də ona uyğun videolar çəkməyə çalışım. Bilirəm Poco X6'nın PUBG videosunu istəyirsiniz, iPhone 8'in PUBG videosunu istəyirsiniz. Hal-hazırda həmin telefonlar əlimdə yoxdur. Olanda inşallah onların da PUBG videolarını çəkəcəm. Çox sağ olun, təşəkkür edirəm. Kanala abunə olub like atmağı unutmayın. Sağ olun.